Salam, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bugün inşallah sizlərə Qələm surəsinin növbəti hissəsinin oxunma qaydasını öyrədəcəm. Başlayaq. Bismillahirrahmanirrahim. Əlifdir, i, nun hərfinin üzərində şəddə var. Həmçinin 4 əlif miqdarı uzadaraq oxuyuruq. Burada Məddi munfasıl qaydasıdır. Nun hərfini 4 əlif miqdarı uzadaraq oxuyuruq. İnnə. Əlifdir, ə. Ra hərfinin üzərində cəzm var. Ər. Bu sin hərfidir. Sə. Ləm hərfinin üzərində cəzm var. Ərsəl. Nun hərfində hərfi məd var. 1 əlif miqdarı uzadaraq oxuyuruq. Ərsəlnə. Ayn hərfidir. A. Ləm hərfi, lə, yə hərfinin üzərində cəzm var. Aley, bu hə hərfidir. Hi və mim hərfinin üzərində cəzm var. Aleyhim, sad hərfidir. Sa, yə hərfinin üzərində cəzm var. Say, bu qalın ha hərfidir. Hə, tə hərfidir. Yuvarlaq, üzərində tənvin var. Sonra vav hərfi gəlib. İdğam-ı mə'al qunna qaydasıdır. Vav hərfini şəddəli tələffüz edirik. Nun hərfini, tənvindəki nun hərfini isə burnumuzda tələffüz edərək 1 əlif miqdarı uzadırıq. Sayhətən, vav hərfi və burada hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Və hə hərfidir. Hi, dəl hərfi də, yuvarlaq də hərfidir. Üzərində tənvin var. Sonra fə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək 1 əlif miqdarı uzadırıq. Vəhidətən, fə hərfidir. Fə, bu kəf hərfidir. Və burada hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Fəkə, nun hərfində həmçinin hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Fəkənu, kə hərfidir. Kə, bu hə hərfi. Hə, şin hərfində hərfi məd var. Gördüyünüz kimi yə hərfinin hərəkəsi yoxdur. Şin hərfini 1 əlif miqdarı uzadırıq. Kəhəşi, mim hərfidir. Mi və ləm hərfinin üzərində cəzm var. Birləşdirərək oxuyuruq. Kəhəşimil, mim hərfidir. Mü, ha hərfinin üzərində cəzm var. Müh, bu tə hərfidir. Tə, qalın za hərfi və pəltək. Mühtəzi, ra hərfini cəzimli r kimi tələffüz edirik. Mühtəzir. İndi bir də oxuyaq. İnnə ərsəlnə aleyhim sayhətən vahidətən fəkənu kəhəşimil mühtəzir. Vav hərfidir. Və, bu ləm hərfi. Lə, qaf hərfidir. Qa və dəl hərfinin üzərində cəzm var. Qalqala edərək vurğulu tələffüz edirik. Və lə qad. Yə hərfidir. Yə, sin hərfinin üzərində şəddə var. Yəssə, ra hərfidir. Üzərində cəzm var. Yəssər, nun hərfində hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Yəssərnə, ləm hərfidir. Üzərində cəzm var. Birləşdiririk. Yəssərnəl, qaf hərfidir. Qu, ra hərfinin üzərində cəzm var. Qur və əlifin üzərində məd işarəsi var. 1 əlif miqdarı uzadırıq. Qur'ənə, ləm hərfidir. Li, bu pəltək zəl hərfidir və burada üzərində şəddə var. Lizzi, kəf hərfinin üzərində cəzm var. Zikri, bu isə ra hərfi. Fə hərfidir. Fə, hə hərfi. Hə, ləm hərfinin üzərində cəzm var. Fəhəl, mim hərfidir. Mi, nun hərfinin üzərində cəzm var. Sonra mim hərfi gəlib. İdğam-ı mə'al qunna qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək 1 əlif miqdarı uzadırıq və mim hərfini isə şəddəli tələffüz edirik. Min, mü, dəl hərfində şəddə var. Müddə, bu kəf hərfidir. Ki,
Ra hərfini isə cəzimli R kimi tələffüz edirik. Müddəkir. İndi bir də oxuyaq. Və ləqad yəssərnəl Qur'anə lizzikri fəhəl min müddəkir. Kəf hərfidir. Kə. Bu yenə pərtək zəl hərfi. Üzərində şəddə var. Kəzzə. Bə hərfidir. Bə. Tə hərfinin üzərində cəzm var. Kəzzəbət. Qaf hərfidir. Qa. Vav hərfinin üzərində cəzm var. Qav. Bu mim hərfi. Mü. Qavmü. Ləm hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Lu. Tə hərfi. Ta. Bu qalın ta hərfidir və burada tənvin gəlib. Sonra bə hərfi gəlib. İqlab qaydasına görə tənvindəki nun hərfini mim hərfi kimi tələffüz edirik. Lutum. Lutun yox. Lutum. Bə hərfidir. Bi və nun hərfinin üzərində şəddə var. Binnu. Bu pəltək zəl hərfidir. Zu. Ra hərfini isə yenə cəzimli nun kimi, cəzimli r hərfi kimi tələffüz edirik. Bin-nuzur. Kəzzəbət qavmu Lutun bin-nuzur. Əlifdir. İ. Nun hərfinin üzərində şəddə var. Sonra əlif gəlib. Burada məddi munfasıl qaydasıdır. 4 əlif miqdarı uzadırıq nun hərfini. İnnə. Əlifdir. Ə. Ra hərfinin üzərində cəzm var. Ər. Və bu isə sin hərfidir. Sə. Ləm hərfinin üzərində cəzm var. Ərsəl. Nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ərsəlnə. Ayn hərfidir. A. Ləm hərfi lə. Yə hərfinin üzərində cəzm var. Aley. Bu hə hərfidir. Hi. Mim hərfinin üzərində cəzm var. Aleyhim. Ha hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ha. Bu qalın sad hərfidir. Si. Bə hərfidir. Üzərində tənvin var. Sonra əlif gəlib. Burada izhar qaydasıdır. Olduğu kimi oxuyuruq. Hasibən. Əlifdir. İ. Ləm əlifdir və sonra əlif gəlib. Burada məddi munfasıl qaydasıdır. Ləm əlifi 4 əlif miqdarı uzadırıq. Həmçinin üzərində şəddə var. İllə. Əlifin üzərində məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Ələ. Ləm hərfidir. Burada hərfi məd var. Bu isə qalın ta hərfi və burada vəqf-i ta gəlib. Fikir tamamlandığına görə burada dururuq. O zaman məddi arız qaydası yaranır. Yəni ta hərfini cəzimli t kimi tələffüz edirik. Ləm hərfini isə o zaman oxuyucunun istəyinə bağlı olaraq bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Lut və yaxud da ki Lut şəklində uzadaraq oxuyuruq. İndi gəlin bir də oxuyaq. İnna ərsəlnə aleyhim hasibən illə ələ Lut. Nun hərfidir. Nə. Cim hərfidir. Üzərində şəddə var. Nəccə. Yə hərfinin üzərində cəzm var. Və nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Nəcceynə. Bu hə hərfidir. Hu. Və mim hərfinin üzərində cəzm var. Nəcceynəhum. Bə hərfidir. Bi. Bu sin hərfi. Sə. Ha hərfi. Ha. Ra hərfidir. Bisəhərin. Və burada vəqf-i la gəlib. Fikir tamamlanmayıb oxumağa davam edirik. Sonra burada tənvin gəlib. Tənvindən sonra nun hərfi gəlib və burada idğam-ı mə'al-gunnə qaydasıdır. Nun hərfini, tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq
və bunun hərfini isə şəddəli tələffüz edirik. Bisəharini ayn hərfidir. Üzərində cəzm var. Ni'mə. Bu yuvarlaq tə hərfidir. Üzərində tənvin gəlib. Sonra mim hərfi gəlib. Yenə idğamı meal qunna qaydasıdır. Tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik. Ni'mətən mi. Nun hərfinin üzərində cəzm var. Sonra ayn hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyuruq. Min, ay. Nun hərfinin üzərində cəzm var. Sonra dəl hərfi gəlib. İhva qaydasına görə cəzmli nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Ayn deyib və nun hərfində hərfi məd var. Burada vəqfi ta gəlib. O fikir tamamlanıb, dururuq və durmaq, əgər durarkən burada hərfi məd gəlibsə, olduğu kimi oxuyuruq. Yəni bir əlif miqdarı uzadırıq nun hərfini. İndinə. İndi bir də oxuyaq. Nəcceynəhum bisəharin ni'mətən min indinə. Kəf hərfidir. Kə. Pəltək zəl hərfidir. Üzərində məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Kəzəli. Bu kəf hərfidir. Kə. Kəzəlikə. Nun hərfidir. Nə. Cim hərfinin üzərində cəzm var. Qalqala edərək tələffüz edirik. Nəcü. Bu zə hərfidir. Hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Nəcəzi. Mim hərfidir. Mə. Nun hərfinin üzərində cəzm var. Sonra şin hərfi gəlib. Burnumuzda tələffüz edirik nun hərfini. İhva qaydasıdır. Və bir əlif miqdarı uzadırıq. Mən şə. Bu kəf hərfidir. Kə. Ra hərfini yenə cəzmli r kimi tələffüz edirik. Mən şəkər. İndi bir də oxuyaq. Kəzzəlikə nəcəzi mən şəkər. Vav hərfidir. Və. Ləm hərfi. Lə. Bu qaf hərfi. Qa. Dəl hərfinin üzərində cəzm var. Qalqala edərək vurğulu tələffüz edirik. Və lə qadu. Əlifdir. Ə. Nun hərfinin üzərində cəzm var. Sonra pəltək zəl hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Ən, zə. Bu ra hərfidir. Ra. Hə hərfi hu və mim hərfinin üzərində cəzm var. Ənzərahum. Cəzmli mim hərfindən sonra bə hərfi gəlib. Mimin ihvası qaydasıdır. Mimi, cəzmli mim hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq və bə hərfinə birləşdirərək oxuyuruq. Ənzərahum bə. Bu qalın ta hərfidir. Üzərində cəzm var. Vurğulu tələffüz edirik. Qalqala hərfidir. Bət. Bu şin hərfidir. Şə. Tə hərfi. Tə. Nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Bət. Şətənə. Fə hərfidir. Fə. Bu isə tə hərfi. Tə. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fətəmə. Ra hərfidir. Ra. Vav hərfinin üzərində cəzm var. Fətəmə rav. Bə hərfidir. Bi. Nun hərfində şəddə var. Binnu. Pəltək zəl hərfidir. Zu. Ra hərfini isə r kimi tələffüz edirik. Binnuzur. İndi bir də oxuyaq. Və ləqad ənzərahum bətşətənə fətəmərəv binnuzur. Vav hərfidir. Və ləm hərfi lə. Bu qaf hərfi qa. Dəl hərfinin üzərində cəzm var. Qalqala edərək oxuyuruq. Və ləqad. Ra hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ra. Vav hərfi və. Bu dəl hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ra və du.
Hə zamiri özündən əvvəl hərfi məd gəldiyinə görə qısa şəkildə oxunur. Ravaduhu. Ayn hərfidir. A və nun hərfinin üzərində cəzm var. Sonra qalın dad hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. An, da, yə hərfinin üzərində cəzm var. Day. Bu fə hərfidir. Fi və hə zamiridir. Burada məd işarəsi var. Bir əlif miqdarı uzadaraq oxuyuruq. Day, fihi. Fə hərfidir. Fə, qalın ta hərfi. Fə, ta, mim hərfi, mə, sin hərfinin üzərində cəzm var. Fə, ta, məs, nun hərfinin üzərində 4 əlif miqdarı uzatma işarəsi var. Sonra əlif gəlib, məddi munfasıl qaydasıdır. Fə, ta, məsnə, əlifdir. Ə, ayn hərfinin üzərində cəzm var. A. Bu yə hərfidir. Yu, nun hərfi nə, hə hərfidir. Hu və mim hərfinin üzərində cəzm var. A'yunəhum. Fə hərfidir. Fə, bu pəltək zəl hərfi və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fəzu. Qaf hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fəzuqu. Ayn hərfidir. A. Bu pəltək zəl hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Azab. Bə hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Azabi. Fəzuqu azabi. Vav hərfidir. Və. Nun hərfi nu. Pəltək zəl hərfi. Zu. Ra hərfi. Və ra hərfini cəzimli r kimi tələffüz edirik. Və nuzur. Və ləqad ravaduhu an dayfihi fətəməsnə ə'yunəhum fəzuqu azabi və nuzur. Vav hərfidir. Və ləm hərfi lə, qa və dəl hərfinin üzərində cəzm var. Qalqalə hərfidir. Vurğulu tələffüz edirik. Və ləqad. Bu sadı hərfidir. Sa. Bə hərfinin üzərində şəddə var. Sab. Bə. Bu ha hərfidir. Ha. Hə hərfidir. Hu və mim hərfinin üzərində cəzm var. Sonra bə hərfi gəlib. Mimin ihvası qaydasıdır. Mim hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq və bə hərfini birləşdirərək oxuyuruq. Sabbəhəhum bu. Bu. Kəf hərfinin üzərində cəzm var. Bük. Ra hərfidir. Ra. Yuvarlaq təl hərfidir. Üzərində tənvin var. Sonra ayn hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyuruq. Bük. Ra. Tən. Ayn hərfidir. A. Bu pəltək zəl hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Azab. Bə hərfinin üzərində ötürəli tənvin gəlib. Sonra mim hərfi gəlib. İdğamı meal qunne qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz oxuyuruq. Azabun mü. Sin hərfinin üzərində cəzm var. Müs. Bu tə hərfidir. Tə. Qaf hərfi. Qi. Ra hərfinin üzərində şəddə var. Və burada dururuq. Ona görə də ra hərfini vurğulu tələffüz, şəddəli və vurğulu tələffüz edirik. Müstəqir. Müstəqir kimi tələffüz olunur. İndi bir də oxuyaq. Və ləqad sabbəhəhum bükrətən azabun müstəqir. Fə hərfidir. Fə. Bu pəltək zəl hərfi. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Həmçinin qaf hərfində də hərfi məd var. Hər ikisini bir əlif miqdarı uzadaraq oxuyuruq. Fəzuqu. Ayn hərfidir. Bu pəltək zəl hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Həmçinin bə hərfində də hərfi məd var.
Hər ikisini bir əlif miqdarı uzadaraq oxuyuruq. Azabi. Vav hərfidir və bu nun hərfi nu, pəltək zəl hərfi zu, ra hərfini cəzimli r kimi tələffüz edirik və nuzur. İndi bir də oxuyaq. Fəzuqu azabi və nuzur. Vav hərfidir və ləm hərfi lə, qaf hərfi qa və dəl hərfinin üzərində cəzim var. Qalqala edərək tələffüz edirik və lə qadu. Yə hərfidir yə, sin hərfinin üzərində şəddə var. Yəssə, ra hərfinin üzərində cəzim var. Yəssər, nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq və burada ləm hərfinin üzərində cəzim var. Birləşdirərək oxuyuruq. Yəssərnəl. Qaf hərfidir qu, ra hərfinin üzərində cəzim var. Əlif hərfidir, üzərində məd işarəsi var. Bir əlif miqdarı uzadaraq oxuyuruq. Qur'ənə. Ləm hərfidir li, pəltək zəl hərfi üzərində şəddə var. Lizzi, kəf hərfinin üzərində cəzim var. Lizzikri, ra hərfidir. Lizzikri. Fə hərfidir fə, bu hə hərfi hə. Ləm hərfinin üzərində cəzim var. Fəhəl. Mim hərfidir mi. Nun hərfinin üzərində cəzim var. Sonra mim hərfi gəlib. Nun hərfini bu idğam-ı məl-qunnə qaydasıdır. Nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik. Mü, dəl hərfinin üzərində şəddə var. Müddə, kəf hərfidir ki. Ra hərfini isə r kimi, cəzimli r kimi tələffüz edirik. Müddəkir. İndi bir də oxuyaq. Və ləqadu yəssərnəl Qur'ənə lizzikri fəhəl min müddəkir. Bugünlük bu qədər. Sağ olun, Allah'a əmanət olun.